sistemi yoxdur ki. Bir dənə zəhmət Mən bilən olmasa orada Amerika saxlaya təhsil bilərsiniz sistemidir də. suallarınızı. Səhv fikir. Hə, zəhmət olmasa. Siz mənim hələ ora toxunmamışam axı. Ona istəyirsiniz mən fikrimi bildirim, ondan sonra bildirərsiniz. Yaxşı? Mən Hələ Türk ora dilində çıxmamışam. təhsil almışam, ona görə deyirəm. Mən Türkiyədə Sistemində tamam istəyirəm. Çox xahiş icra edirəm. Səbirli olun, zəhmət olmasa. Fikirlərimi yekunlaşdırım, sonra nə istəsə soruşun və yaxud müzakirə edək. Olarmı elə? Olar yəqin ki. Hə. Bu gün məktəb sistemi gələcəyin iqtisadiyyat və cəmiyyəti deməkdir. Burada ən önəmli, yəni mən deyirəm ki, bu söz çox-çox önəmlidir. Bu gün biz təəssüf ki, bir xəbərlə oyandıq ki, hər hansı bir məktəb direktoruna hər hansı bir hədiyyə alınıb, o da onu bəyənməyib və s. və s. Yəni bilirsiniz, hər həftə, hər ay belə təhsil xəbərləri biz eşitdiyimizdə necə qayıdıb PISA-ya dönə biləcəyi, necə qayıdıb bu travmalardan çıxıb ölkənin tədqiqat sisteminə yönləndirəcəyi, təhsil sistemində tədqiqatlardan danışa biləcəyi və yaxud ölkənin valideynini təhsilə inandıra biləcəyi, müəllimlərlə təhsildən danışa biləcəyi. Çünki bu kimi hallar çox təkrarlandığında bilirsiniz, bir travma yaranır, ciddi bir travma yaranır. Çünki artıq insan təhsilə belə artıq dırnaqarası yanaşmağa başlayır. Yəni o cümləni məhz bu baxımdan qoydum. Sonra PISA nəticələrindən hansı dərsləri çıxartmalıyıq? Bilirsiniz, bayaq da dediyim kimi, yəni biz PISA-da iştirak etməmiş və yaxud beynəlxalq qiymətləndirmələrdə özümüzü sınamamış olsaq da, amma onların iştirak etmiş ölkələrin təhsil sistemlərindən araşdırıb, onlardan yaxşıları götürüb zərərlərindən uzaq durmaq baxımından da araşdırmalar etməliyik. Bilirsiniz, bu son dövrlərdə mən çox görmüşəm. Biz həm bilirsiniz, İzə Nəşriyyatı olaraq dərsli əlavə vəsaitlər nəşr edirik. Eyni zamanda mən bir riyaziyyat dərsləri də demişəm daha öncə və demək istəyirəm təhsilin içində olduğum üçün və dövlət təhsil proqramlarını və dərsliklərin mövzu ardıcıllarını diqqətlə nəzərdən keçdiyimizdə görürük ki, bizdə daha çox Türkiyə təhsil sisteminin birbaşa tətbiqi problemlərimiz var. Yəni 12 illik təhsildə birbaşa deyəlim ki, Türkiyə təhsil sisteminə bənzər keçid, təhsil sistemlərindəki bu müəllim inkişaf proqramlarının Türkiyə təhsil sisteminə uyğun olaraq aparılması və yaxud da ki, mən deyərdim ki, dərsliklərimizin mövzu ardıcıllığının belə Türkiyədəki dərsliklərə uyğun olaraq aparılmasının zərərləri demişəm burada. Bilirsiniz, biz bu PISA-nın imtahan nəticələrinə baxdığında görürük ki, Türkiyə PISA-da 6 səviyyə olur, yəni 6 səviyyə üzərindən qiymətləndirilir. Türkiyə təəssüf ki, ikincidədir. Yəni buradakı ən aşağıdan bir üstdədir. Yəni ən aşağıdan bir üstdə olmasına nəzərəndə mən deyərdim ki, irəliyə doğru deyil, daha çox biraz daha geriləmə var. Yəni ildən ilə Türkiyə təhsil sistemində və biz də bunu birbaşa götürüb tətbiq etdiyimizdə və yaxud oradan hər hansı bir hissələri aldığımızda mən düşünürəm ki, bunun zərərlərini hiss etmiş olacağıq. Bu baxımdan düşünürəm Türkiyə təhsil sistemləri deyil, daha çox digər fərqli təhsil sistemlərindən və yaxud inkişafda olan ölkə təhsillərindən bu məlumatları toplaya bilərik və bundan öncəki seminarımızda daha geniş toxunmuşduq. Təbii ki, biz hər hansı bir təhsil proqramını götürüb tətbiq etməkdən danışmırıq. Öz milli təhsil proqramımız çərçivəsində digər inkişaf etmiş təhsil proqramlarının hansı yolları izləyərək uğura çatıblarsa, onlara toxunaraq öz milli təhsil proqramımızı qurmaqdan danışıram. Türkiyə təhsil sisteminin birbaşa tətbiqinin zərərlərini o baxımdan yazmışdım. Fənlərə görə təhsil sistemləri demişəm. Misal üçün, fənlərə görə təhsil sistemlərinə deyə bilərik ki, riyaziyyat baxımından bu Asiya ölkələri çox öndədirlər və həqiqətən də həm texnologiya baxımından, yəni o riyaziyyatın texnologiyaya təsirini biz orada daha yaxşı görə bilərik. Bu hissədə riyaziyyatın tətbiqini biz oradan götürə bilərik və yaxud oxuma bacarıqlarının inkişafını biz Amerikada daha üstdə olduğunu görə bilirik, Finlandiyada üstdə olduğunu görə bilirik, onlardan ala bilərik. Yəni demək istədiyim fənlərə görə də biz fərqli yanaşmaları ortaya qoya bilərik və yaxud da Şanxay modeli var. Şanxay modelində sadəcə əzbərə uyğun deyil və yaxud belə bəlli bir təhsil proqramına tutub onunla getmək deyil də, biraz daha şagirdləri tədqiqata yönləndirmək, tədqiqatçı şagird modeli formalaşdırmaq. Bilirsiniz, tədqiqatçı şagird demək, tədqiqatçı təhsil sistemi deməkdir. Çünki bir müəllim şagirdini tədqiqata yönləndirirsə, özü də məcbur yönlənməlidir. Müəllimi tədqiqata yönləndirirsə, təhsil idarəçiləri də tədqiqata yönəlməlidir. Və bu bir bütün olaraq təhsil sistemini tədqiqata yönləndirəcək. Əslində, keçən dəfə yenə də bu Asiya və Avropa təhsil sistemlərini, daha çox da Avropa təhsil xronologiyası üzrə bir araşdırmam var. Onu apardığımda diqqətimi çəkən bir hissə oldu. Baxın, inkişaf etmiş ölkələrdə, düzdür, mövzumuzdan biraz fərqli olsa da, amma yenə də bu 4 təhsil pələnglərinin tətbiq etdiyi və uğur qazandığı bir sistemdən danışacağım. Onlarda təhsil işçiləri, məktəb idarəçiləri və eyni zamanda
müəllimlər koordinasiyalı şəkildə işləyə bilirlər və uğurların ən böyük səbəbi də odur. Amma bizdə çox təəssüf ki, mən uşaq olandan hələ indiyə kimi eşidirəm ki, qorxu şəklində düşünülür ki, məktəbə komissiya gələcək, maarifdən gəlinib, regional təhsildən gəlindi, hamı sakit durmalıdır, onu eləməyək, bunu eləməyək, gəlsinlər, getsinlər, sakitləşək, rahatlanaq. Yəni bilsiz, artıq belə bir zehin formalaşıb ki, onlar bizə təhsillə bağlı yardıma gəlmir. Bizdən hansısa bir xəta tapmağa, bizdən hansı bir problem axtarmağa və bu problem qarşılığında da bizə töhmət verəcək, bizə problem çıxardacaq, işdən çıxardacaq hissələr ağlımızda qalır. Çünki biz bu mövzuda güvənmirik və bu da ölkənin təhsil sisteminə çox ciddi bir şəkildə ziyandır. Amma biz düşünsək ki, o təhsil şöbələrində oturan, çalışan əməkdaşlar bizim təhsilimiz üçün bizim üçün çalışacaq, gələcək bizə yeni tədqiqatlardan danışacaq, yeni modellərdən müəllimlərimizə, müəllimlərin inkişafına dəstək olacaqlar, şagirdlərin inkişafına dəstək olacaqlar, valideynlərlə bağlı hər hansı bir çalışmaları olacaq, bu mövzuda ölkə təhsilini dəstəkləyəcəklər, biz birlikdə koordinasiyalı işləyə biləcəyik, düşünün nə qədər fərqli nəticələr əldə edə bilər. Amma bizdə hal-hazırda bu üç sistem, yəni müəllim, məktəb idarəçiləri və regionallarımız təəssüf ki, çox bir qopuq kimi gəlir mənə. Və yaxud mən səhv edirəmsə, bitişdə, seminarın bitişində siz də öz fikirlərinizi səsləndirərsiniz. Amma mənim gördüyüm budur. Amma mən Finlandiyanı da araşdırdığımda, bu Asiya ölkələrini də araşdırdığımda gördüm ki, yəni o ölkələrdə tam tərsi məktəb idarəçilərinin müəllimlərə verdiyi dəstək, müəllimlərin ölkə statusundakı önəmi və yaxud digər təhsil idarələrinin ölkədəki həm şagirdindən tutmuş, valideynindən tutmuş müəllimlərə necə dəstək olduğunu və həqiqətən də insanların buna inandığının və bunun da nəticələrini o ölkələrin təhsil sistemində necə inkişaf etdiklərindən görə bilirik. Daha sonra biz nəticələrini hansı dərslər çıxarmalıyıq da erkən yaşdan təhsildən danışırıq. Bunu biz istər Cənubi Koreya və yaxud digər bu 4 təhsil pələnglərindən danışdığımızda görürük. Erkən təhsilə çox önəm verirlər və Sinqapurda xüsusən hətta kiçik yaşlardan uşaqlara valideynlər özləri elə oyuncaqlar seçməyə çalışırlar ki, o uşaqların həqiqətən də gələcəkdə təhsilinə dəstək verəcək, onların zehni inkişaflarına dəstək verəcək bir oyuncaqlar seçilsin və məktəblərə və yaxud bağçalara başlayanda da bunun üzərinə çox durulur. Hətta son çıxışlarından birində Elm və Təhsil Nazirliyinin də bir çıxışı var idi ki, bu məktəb, yəni erkən yaşda təhsilə başlamalıyıq, təhsili erkən yaşları çəkməliyik və ən əsası da bağçalarda olan problemlərimiz, orada kadr əskililərini çox yaxşı şəkildə inkişaf etdirməliyik. Bu, əslində çoxdan atılması addımlardan biridir, amma gec olması da yəni tək olsun deyə düşünürük. Yəni bunları etdiyimiz şəkildə, yəni biz bağçadan travmalı şəkildə deyil və yaxud bağçadan heç bir təhsili bilgilər deyil də, təhsili ən azından bir, belə deyək də, həqiqətən peşəkar insanların, peşəkar müəllimlərin əlindən çıxmış bağça uşaqları düşünün, məktəbə qədər təhsildə nə qədər inkişaf etmiş ola bilərlər, məktəbə qədər təhsildə inkişaf etmiş ibtidai sinifdə və bu silsilə necə davam edər. Amma bizdə bu problem necə olur? Uşaqların yarısını valideynlər məktəbə qədər göndərmir. İbtidai sinifə biz çox ciddi yüklənmişik və ibtidai sinif müəllimlərinə çox ciddi yüklənmişik. İbtidai sinifdən sonra yenə də uşaqlar bir boşluqdadır. 11-ci sinifə qədər bu boşluq davam edir. Hətta yəni reallıqları biz bilirik ki, 11-ci sinifə qədər də olan məktəblərdə dərslər boş olur bəzən və yaxud bizim özümüz də universitetə hazırlaşanda bunları görmüşük. Yəni bu kimi problemlərlə rastlaşırıq və yaxud da ki, daha sonrası da universitet təhsillərində bu kimi problemləri yenə də qarşılaşırıq ki, universitet, yəni 11-ci sinifə qədər deyək ki, şagirdi valideyn min bir əziyyətlə oxudur və yaxud onun üçün çalışır, 5 dənə müəllim tutur, nə edir? Gəlir universitetdə 700-600 ballı uşaqlar çox ciddi problemlərlə rastlaşır ki, oradan mütəxəssis olaraq çıxa bilmir. Yəni sadəcə standart, bəlli bir minimal gəlirlə bir iş tapa biləcək insan səviyyəsinə düşür. Daha sonra bu təhsil işçiləri və məktəb idarəçiləri ilə koordinasiyadan danışdıq. Ölkələrin təhsil fəlsəfələrindən biraz danışmaq istəyərdim. Ölkələrin təhsil fəlsəfələrindən, misal üçün, Sinqapurda hər uşağın ən yaxşı olduğu və hansı sahədə uşaq uğurlu ola bilərsə, ona yönələcəyini və orada uğurlu ola biləcəyini düşünürlər. Daha sonra Hong Kongda liberal təhsil anlayışı mənimsəyirlər, yəni qlobal təhsil, dünya təhsili üzərinə öz təhsillərini fokuslayıblar. Cənubi Koreyada da keçən dəfə danışdığımız kimi çox çalışsan, çox zəki ola bilərsən. Ona görə bütün təhsil sistemlərini çox çalışmağın üzərinə vurğu ediblər. Tayvanda fərdi bazarların inkişaf etməsi, şagirdlərin, tələbələrin potensiallarını üzə çıxarmaq üzərinə qurulub. Bəs yaxşı, sual buradadır.
Bilirsiniz, keçən dəfə dedim, bunu qoyduğum sonra o hissəyə keçək. Sual ola bilər ki, biz o ölkələrlə Azərbaycanı niyə qiyaslayırıq ki? Yəni onlar çox ciddi irəliləyir. Biz istəyirik ki, yəni biz o ölkələrlə Azərbaycanı qiyasladığımızda uğura çata bilərik. O ölkələrdən nələrsə almağa çalışdığımızda, yəni hədəfimizi çox yüksək tutmalıyıq ki, ölkə təhsilimizdə inkişafda Gəl, mən yatmağa gedirəm. hər hansı bir dəyişiklik ola bilsin. Azərbaycan burada təhsil fəlsəfələrini, yəni bu hissəni sizə buraxıram, yəni seminardan sonra öz fikirlərinizi bildirə bilərsiniz. Biz təhsil sistemimizdə hansı fəlsəfələri, hansı fəlsəfə əsasında təhsil sistemimizi formalaşdırmışıq və hansı təhsil fəlsəfəsi üzərinə biz bu uşaqlara tədris keçirik, yəni tədris verilir. Buna sonda da təkrar gələcəyik. Azərbaycanla müqayisə, yəni bu 4 ölkənin Azərbaycanla müqayisəsinə danışdığımızda təhsilə ayrılan resurslar və büdcə burada çox önəmlidir. Orada bir illik şagirdin təxminən 5.000 dollara yaxın bir xərci var. Bu statistikaları mən PISA ilə bağlı seminarda tam detallı şəkildə sizlərə də göstərərəm. Və yaxud da ki, 1-ə 10 yazmışam burada müəllim məvacibləri, müəllim maaşları. Misal üçün, mən keçən bir statusda paylaşmışdım ki, Cənubi Koreyada müəllim maaşları 6.000 dollara qədər çıxır. Yəni, düşünün, bir tərəfdə 6.000 dollarlıq, yəni təxminən 11.000 manata qədər olan 10.000-11.000 manata yaxın bir məbləğdən danışılır. Bir tərəfdə isə müəllim maaşı, yəni bəlkə də 40 il stajı olan müəllimlər ancaq 1.000 manata gəlib çata bilir. Yəni, bilirsiniz, 400, 500, 600 manatlıq müəllimlərə yəni onu da elə, bunu da elə, tədqiqat apar, nə bilim, uşaqların müasir metodlarla çalış, valideynlərlə bir baxma problemləri yaşa və yaxud digər məktəb idarəçilərinin problemləri ilə yaşa və yaxud bu televiziyada çıxdığı kimi bu müəllim müdirlərin, direktorların pul yığması ilə üzərinə bu müəllimlərin yaşadığı problemlər və s. və s. Yəni, bu kimi problemlərin hər biri olduğu müddətcə biz bu inkişaflardan danışa bilmərik. Amma biz müəllim inkişafı və müəllim proqramlarından danışırıq. Müəllimin inkişaf etməsi üçün, müəllimin o inkişafda həvəsli, motivasiyalı ola bilməsi üçün ən əsas hissə təbii ki, müəllim burada bir motivasiyanın bugün gəlir razılaşaq ki, ən önəmli hissəsi məvacibdir. Yəni, biz yaxşı qazandığımızda, gələcək həyatımızı güvəncə altına aldığımızda və özümüzü güvəndə hiss etdiyimizdə özümüzü inkişaf etdirmək, var olan işimizdə özümüzü inkişaf etdirmək, daha yaxşıya dönük, nələrsə tədqiqatlar aparmağa yönələ bilərik. Amma müəllimin bu kimi qayğıları qaldığı müddətcə, müəllim hər dəfə iş yükündən şikayət etdiyi müddətcə, müəllimin məvacibinin az olduğundan danışdığı müddətcə bu kimi problemlərin üstəsindən gəlməyimiz çox-çox böyük çətinlik olar. Çünki biz təbii ki, Sinqapurla və yaxud Cənubi Koreya ilə özümüzü müqayisə ediriksə, onların məvaciblərini də müəllimlər müqayisəsindən danışacaq ki, yəni orada görünə boyda ara var. Təhsildə texnologiyadan istifadə, bilirsiniz, təhsildə texnologiyanın istifadəsi çox-çox önəmlidir. Amma bugün təəssüf ki, təhsildə texnologiyanın istifadəsi və yaxud texnologiyanın təhsilə birbaşa tətbiqindən danışanda biz nəzərdə tutmuruq ki, iPhone Pro Max-da hər hansı bir video çəkib uşaqları birlikdə paylaşmaq. Bu deyil. Yəni, oradakı təhsildə texnologiyanın bugün süni intellekt dövründə hər hansı bir tədqiqatı biz bir süni intellektlə söhbət edib, onun əsasında bir proqram çıxardıb və yaxud onunla bir söhbət edib hansısa tədqiqatları araşdırıb və yaxud bu tədqiqatları araşdıra bilmək üçün Google arama, yəni axtarış motorlarından yaxşı istifadə bacarıqlarımızı texnoloji qaydada istifadə edə bilirikmi? Və yaxud da ki, belə digər texnoloji istifadə qaydalarını tam rahat şəkildə bilirikmi? Və yaxud müəllimlərimiz buna hazırdırlarmı? Bu da bir önəmli problemlərindən biridir. Hətta bunun problemlərini biz bu pandemiya vaxtı müəllimlərin o Zoom-a qoşulmaqla bağlı problemlərində, Teams idi, səhv etmirəmsə, proqramına qoşulmaqla bağlı problemlərini də yaşadıq. Sonra təhsil proqramları və təhsilə yanaşmalar, bilirsiniz, bizim təhsilə yanaşmamız çox fərqlidir, amma bu ölkələrin təhsilə yanaşmaqları və təhsilə olan inamları çox-çox fərqlidir. Biz təhsilə bir valideyn olaraq, bir Azərbaycanlı olaraq təhsildəki inamımız deyəndə elə hamı deyir ki, təhsilə inanırıq. Amma keçən dəfə də demişdik, bir daha vurğulayaq ki, təhsilə inam, təhsillə haralarasa gələcəyimizə inanmaq deməkdir. Yəni, bugün, keçən dəfə verdiyim örnəyi bir daha təkrarlayayım. Bugün bir Azərbaycanlı şagird 11-ci sinifə qədər hər valideynin, müəlliminin bu çox ağır səylərinə əsasən gəlib yaxşı bal toplayıb, universitetə daxil olub. Bu universitetdə o uşaq deyək ki, mühəndislik fakültəsi üzrə gələcəkdə özünü
bu universitetdən məzunu olaraq dünyanın və yaxud ölkənin ən aparıcı mühəndislərindən biri olacağına və yaxud bu mövzuda universitetin ona ciddi şəkildə dəstək ola biləcəyinə və bu şəkildə öz həyatını qura biləcəyinə, öz güvəncəsinə, həyatını güvəncə altına ala biləcəyinə inanırmı? Çox təəssüf deyə bilərik ki, bu çox nadir hallarda olur. Misal üçün, mən çox, yəni belə ətrafımda insanlar, yəni dostlar var ki, bizim əməkdaşlarımız da var, İzlən Əşrafında çalışan. Misal üçün, mühəndislikdə oxuyurlar, mühəndisliklə bağlı işlər, magistratura dərəcəsində oxuyurlar, amma çox təəssüf ki, elmi işlərini belə başqa yerdə yazdırırlar. Yəni, baxın, bu kimi problemlər olan yerdə biz bu kimi texnoloji inkişafdan və yaxud təhsil yanaşmalarından danışmağımız çox-çox çətin olur. Və yaxud valideynlərin təhsilə yanaşması, valideynin tək zehnində odur ki, universitetə daxil olsun. Universitetdən sonra valideyn uşağı elə buraxır ki, elə bil artıq yəni bunun burada missiyası bitir. Orada əslində tam tərsi, valideynin missiyası, yəni övladının uğurlu olmasını istəyirsə, universitet həyatında ona yön verməklə başlamalıdır. Universitet həyatında onu yönləndirməklə başlamalıdır. Çünki universitet həyatında o formalaşır. 11-ci sinifə qədər uşaq çox da formalaşmır. O özü sərbəst qaldığında, özü bir ətrafı gördüyündə, universitet həyatını gördüyündə formalaşır və bu formalaşmada ağıllı bir valideynin onu yönləndirməsində çox yaxşı nəticələr əldə edə biləcəklər. Sonra müəllimlik peşəsi üzrə müqayisələr demişik. Müəllim seçim və təhsil proseslərində təbii ki, Cənubi Koreya olsun, Sinqapur olsun və digərlərində olsun, müəllimlər çox ciddi şəkildə seçilir. Yəni, çox az bir qism müəllim olaraq qəbul olunur universitetə, çox az bir qismi müəllim olaraq çıxa bilir və s. Bugün, düzdür, əvvəllər bu belə deyildi, amma çox sevindirici hallardan biridir ki, bugünkü Azərbaycanda da müəllimlər artıq imtahanla qəbul olunur və çox ciddi bir rəqabət var. Bu rəqabət əsasında həqiqətən də ən azından belə deyim ki, öz ixtisaslarını mükəmməl şəkildə öyrənməyə çalışan müəllimlər artıq müəllim ola bilirlər. Amma bunun da bir əmması var, bilirsiniz. Düşünün, şagird 11 il oxuyur, 11 ildən sonra gedir 4 il, 5 il pedaqoji universitetlərdə, yəni pedaqoji təhsil verən universitetlərdə oxuyur. Sonunda məlum olur ki, müəllim imtahanında 40 balı çətin yıxa bilir. Sonra gedir 1 il təzədən hansısa bir kursda tədris alır və ondan sonra o müəllim ola bilir. Bu o deməkdir ki, bəs yaxşı 11 artı plus 4 və yaxud 5, 15-16 illik təhsil sistemi qoyulur, yəni qalır bir tərəfdə. Bir il ərzində o mövzuları çox yaxşı öyrənir, imtahan verir. Yəni, demək istədiyimiz, müəllim deməli, oradakı təhsildə çox ciddi bir boşluqları yaranıb. Oradakı təhsil sadəcə, misal üçün, riyaziyyat müəllimliyi ixtisasında sadəcə riyaziyyatla bağlı dərslər deyil axı. Burada təhsil metodları var, qiymətləndirmə metodları var və yaxud yenilikçi metodlar ola bilər və yaxud bu mövzuda şagirdin də, tələbənin də özünü inkişaf etdirib hazırlıqlı gəlməsi ilə bağlı metodlar ola bilər. Yəni, deməli, müəllim əgər öz ixtisasını belə universitetdə çətinliklə deyək ki, öyrənə bilib, imtahan verə bilməyəcək səviyyədə məzun olursa, digər hissələri necə orada öyrənə bilər? Yəni, bununla bağlı da suallar yarana bilir. Sonra müəllimlərin maaşı və iqtisadi şəraiti ilə bağlı da bayaq danışdıq. Yəni, müəllimin maaşı ölkə standartlarında müəllimi qane edəcək səviyyədə deyilsə, bilirsiniz, qayğısı olan bir insanla çox da uğur gözləmək çox sağ olsun. Müəllimlərimiz həqiqətən də ən çox yükü daşıyan bu saat müəllimlərdir. Yəni, müəllimlər bütün yükü çiyinlərini alıb və bunu daşımağa çalışırlar. Amma bunu daşımağa çalışsalar da bu gözlə görülür bir şeydir ki, yəni, sən iqtisadi cəhətdən rahat deyilsən, sən bütün günü pul məsələsində düşünürsənsə, bu sənin istər-istəməz həyatına, tədris sistemində və s. yansıyır. Daha sonra müəllimlərin texnologiya istifadəsindən, müəllimlərin iş yükü və şəraitindən də danışdıq. Valideyn və digər məsələlərin müqayisələri, ümumiyyətlə, təhsil sistemlərinin inkişaf etməsinin ən önəmli hissələrindən biri də ölkənin iqtisadi vəziyyətidir. Yəni, əgər ölkədə, belə deyək də, bir gün biz, hətta Cənubi Koreyadan danışdığımızda belə bir məsələ var idi ki, Cənubi Koreyanın önümüzdəki tarixlərdə gözləyən ən böyük problemlərindən biri nüfusunun, əhalisinin ciddi şəkildə azalmasına gətirib çıxardır. Bu da onunla səbəbləndirilir ki, ölkədə təhsil maliyyəti çox-çox böyükdür. Təxminən hesablayıblar ki, bir şagirdin təhsil həyatı, universitetə qədərki olan təhsil həyatı 250 min dollara yəni bu məbləğlərə gəlib çatır. Bu da ölkədə evlənmənin önünü qarşısını ciddi şəkildə alır.
azalır. Eyni şəkildə evlənən ailələrin də uşaqları dünyaya gətirməklə bağlı problemləri yaranır. Yəni bu da bilirsiniz, Azərbaycanda da bu kimi problemləri görə bilir. Yəni mən düşün, məsələn mən 90-cı il təvəllüdlüyəm. Bizim dövrümüzdə biz ailədə 2 uşaq idik. 2 uşaqlı ailələr az ailə kimi bilinirdi. Yəni az uşaqlı ailə sayılırdı. Amma indi 2 uşaqlı, yəni çox və yaxud bəsdir də, yəni daha nə olmalıdır kimi düşünür. Yəni bu da ölkənin ən böyük yəni ciddi problemlərini gətirdiyini göstərir. Çünki uşaqlar o deməkdir ki, uşaqlar maliyyət deməkdir. Uşaqlar iqtisadi vəziyyəti çətinliyə salması deməkdir. Çünki bir şagirdin deyək ki 9-cu sinifdən və yaxud da ibtidai sinif səviyyəsindən hazırlığa getməsi, uğurlu bir şagird ola bilməsi üçün onun tədris resurslarının alınması, universitetdə yaxşı universitetlərdə təhsil ala bilməsi və yaxud 9-11-ci sinifdə minimum deyək ki 50 manatdır da indi sayaq ki ölkənin ümumi nəzərə alsaq, Bakıda yəqin ki 50 manat artıq hazırlıq belə qalmayıb. 5-6 fəndən də gedəndə bu 250-300 manat. Yəni demək istədiyim təhsil xərcləri çox ciddi şəkildə artır və bu da çox ciddi bir problemlərə gətirib çıxardır və yaxud da ki, hal-hazır ki, şagirdlərin təhsil ala bilməsi üçün də iqtisadi vəziyyət çox da yaxşı olmayanda o uşaqlar bu iqtisadi vəziyyətdən çox ciddi şəkildə zərər görürlər. Misal üçün deyək ki, hansısa kənddə ucqar bir kənddə yaşayan şagird 4 dənə, 5 dənə, 6 dənə müəllim yanına getmək bəlkə də böyük ehtimal imkanı yoxdur. Ona görə də elə başdan onlar təhsili artıq ağıllarından çıxardırlar. Və yaxud buna başqa problemlər də gətirə bilər, erkən evliliyi və s. də nümunə verə bilərik. Valideynin və cəmiyyətin təhsilə yanaşmasından da aşağı-yuxarı bayaq toxunduq. Ətraf mühitin təsiri də önəmlidir. Çünki bilirsiniz, coğrafiya türklərin səhv etməmizə bir sözüdür, coğrafiya kaderdir. Yəni, coğrafiyamız da yaxşı deyil. Yəni, bilirsiniz necə, ancaq müharibələr olan, inkişaf çox da bir görmədiyimiz, belə özümüz... Necə? Düşmənlərlə doludur, yəni sizin sözünüz. Bəli, yəni ətrafında sənin bir xoş bir şey görə biləcəyin, təhsilindən faydalanacağın, düzdür, çox sağ olsun. Türkiyə bu mövzuda, yəni bizim qardaş ölkədir, Türkiyə bizim üçün yəni əvəz olunmaz dəstəkləri və s. var. Yəni bugün mən özüm Türkiyədə təhsil almışam və Türkiyə mənim necə Azərbaycan, elə də Türkiyədir mənim üçün. O ayrı məsələ. Amma misal üçün Türkiyənin də indiki təhsil sistemi, inkişaf sistemi və s. yəni yaxşı heç nə yoxdur ətrafında. Yəni o dərəcədədir vəziyyət. Hətta bizim bir dostumuzun bir sözü var. Deyir, Azərbaycan elə bir ölkədir. Yəni Türkiyə o qədər geriyə gedib ki, Azərbaycan yerində saysa belə Türkiyə onu gəlib arxasına düşüb. Yəni Azərbaycan irəliyə gedib. Burada erkən yaşlı təhsilə inanmamaq, bilirsiniz, bizdə məktəbə qədər yaşda olsun və yaxud məktəb bağça dövründə olsun, uşaqların təhsilə, valideynlər uşaqların təhsilinə çox da inanmırlar. Yəni oynasın da uşaq, böyüyəndə oxuyar. Böyüyəndə oxuyar. Səfəvi təhsil sistemi Osmanlı təhsil sistemindən də üstün olub, sizin sözdə qüvvət. Yəni tarixdən də bilirik ki, Səfəvilərin alimləri daha çox idi Osmanlıların. Yəni biz ona əldə edirik. Əvvəlki vəziyyətdə, yəni o tarix bilirsiniz necə, təəssüf ki, tarixdə qaldı. Bugünkü vəziyyətdən danışdığımızda çox təəssüf ki, bu inkişafları heç biri ətrafımızda görə bilmirik. Sonra koordinasiyalı işləmə bacarığına bayaq da toxunduq. Yəni təhsil şöbəsi, məktəb idarəçiləri və yaxud müəllimlərin koordinasiyalı işləmə problemləri çox ciddi bir məsələdir və mütləq şəkildə əslində bunun üzərinə tədqiqatlar aparılmalıdır, bunun üzərinə düşünülməlidir, bunun üzərinə təhsil işçiləri ilə məktəb rəhbərliyini, müəllimləri bir araya toplamaq lazımdır ki, bu üçü bir araya gəldikdə inkişafdan danışa bilərik. Stresli və travmalı nəsil elə bayaqdan danışdıqlarımız buna nümunədir. Çünki bilirsiniz necə, bir tərəfdə təhsil ala bilməyən insanlar var və yaxud təhsillə bir yerə gələ bilməyəcəyinə inanan insanlar var və yaxud travmalı nəsil, yəni bilirsiniz, mənim burada bir statistikanı deyəsən 13 min keçən il 13 min evlilik olub, onun 6 min neçə min isə boşanıb. Bizim burada kim boşanıb, kim niyə boşanmayıb məsələsi deyil demək istədiyimiz, amma var olan Azərbaycan zehnində boşanmanın yaxşı olmadığı və biz də bilirik ki, boşanma ilə ailələrdə olan o ciddi problemlərin uşaqlara necə yansıdığına və necə travmalı bir nəsil yetişdirdiyimizin fərqində olmalıyıq. Yəni boşanmalar normal ola bilər. Yəni bilirsiniz necə, bu bir Avropada bu statistika verilsə çox da normaldır. Çünki bu adamlar evlənməyə, boşanmağa çox normal kimi baxılır, amma günümüzdə bizim bu boşanmalara çox ciddi travma və problem kimi gördüyümüz üçün bu övladlara çox pis yansıyır və bu da bizim gələcəkdə travmalı nəsillə çox ciddi şəkildə təsir edir. Hətta bununla bağlı Paul Tautun bir kitabı var, Uşaqlar necə
uğurlu ola bilirlər adlı bir kitabdır. Daha doğrusu iki kitabdır. Biri biraz nazik, biraz qalın. Bu mövzuya çox toxunur və orada Harvardın və digər ölkələrin statistikalarını gətirib. Yəni deyir ki, uşaqlıqda kim neçə dənə travma yaşayıbsa, gələcək həyatında onun statistikalarla verir. Çox ciddi şəkildə, yəni 80%dir ki, bu uşaq həyatında o problemlərlə daha ciddi şəkildə üzləşəcək. Amma uşaqlıqda travmalı olmayan, stressdən uzaq olan uşaqlar isə gələcəkdə çox yaxşı, uğurlu nəticələr əldə edə bilirlər. Burada qlobal təhsil sistemlərinin inkişaflarından danışdığımızda və yaxud bizim bu qlobal təhsildəki inkişaf etmiş ölkələrlə nəyləri izləsək, hansı hissələri ölkəmizdə tətbiq etsək, biz də inkişaf etmiş bir təhsil sisteminə gələ bilərik. Bununla bağlı həm şəxsi fikirlərim, həm də oxuduqlarımdan mən bəzi hissələrdən danışa bildim. Burada yazmışam. Bunlara qatıla bilərsiniz. Qatılmasa seminarın sonunda da fikirlərinizi bildirə bilərsiniz. Birincisi, müəllimlərin statusu və keyfiyyətinin artırılması məsələsidir. Bilirsiniz, müəlliminin keyfiyyəti və statusu çox-çox önəmlidir. Çünki bütün təhsil sistemləri müəllimin üzərinə qurulur. Bugün Finlandiya hamı danışır, amma Finlandiyadan danışacaq ən önəmli hissə müəllimlərə etdikləri yatırımdır. Müəllimləri yetişdirdikləri şəkildə, inkişaf etdirdikləri şəkildə, onların statuslarını artırdıqları şəkildə etdiyimizdə biz də müəllimin inkişafı ilə təhsilin inkişafından danışa bilərik. Biz hətta Türkiyəli bir təhsil mütəxəssisi var, onun sözünə qüvvət deyir ki, biz otururuq, təhsil adamları fikirləşirik ki, riyaziyyatda 3-cü sinifdən onluq yaranan halları aranmayan hala ayıraq bir-birindən, həm Azərbaycan dilindən əlifbada bitən sayətlərlə samitləri bir-birinə bitişdirək, nə bilim, yeni yazı normları çıxardaq və s. və yaxud məktəbləri dağıdaq, təzədən tikək və yaxud onu eləyək, bunu eləyək, amma heç birində biz müəllimin keyfiyyətinin artırılması, müəllimin statusunun artırılması, müəllimin həyat standartlarının artırılması üzərinə düşünmürük. Amma bunların heç biri olmasa, sırf müəllim, çünki o 32 dənə uşaq birbaşa, başa-baş qaldığı şəxs müəllimdir. Onu orada direktorla da başa-baş qalmır və yaxud digərlərinin də başa-baş qalmır. Oradakı müəllimi biz xoşbəxt etdiyimizdə xoşbəxt bir nəsil yarada bilərik. Amma bizim müəllimlərimiz xoşbəxt olmadığı müddətcə təhsilimiz də təəssüf ki, xoşbəxt olmayacaq. O baxımdan elə düşünürəm ki, müəllimlərin maaşının artırılması burada çox önəmli mövzulardan biridir. Müəllimlərin hazırlıq proqramlarının keyfiyyətinin yaxşılaşdırılması çox önəmlidir. Çünki Sinqapurda və yaxud digər təhsil sistemlərinə baxdığımızda illik olaraq illik və 5 illik proqramları var. 200-250 saatlıq proqramlarla müəllimlərə yeni tədris metodları, dəyişən psixoloji insanın şuuruna uyğun olaraq seminarlar, təlimlər keçirilir. Amma biz misal üçün deyək ki, 90-cı illərdə, bəlkə daha əvvəlki illərdə hansı təhsil metodlarının dərs keçirirsə, bugün də siniflərimizdə eyni tədris metodları ilə dərs keçilir. Hətta Finlandiya təhsil sistemini araşdırdığımızda Timothy Walker idi, səhv etmirəmsə, çox üzərində durduğu bir mövzu var. Şagirdlərin dərs aralarında bayıra çıxması, təmiz hava qəbul etməsi və bunu araşdırmalarla o qədər gözəl şəkildə ortaya qoyur ki, amma bizdə təəssüf ki, necədir? İbtidai sinif uşaqları, bu qədər aktiv olan uşaqlar 45-50 dəqiqə dərsdir, 5 dəqiqə ara təzdən dərs, 5 dəqiqə ara təzdən dərs, arada sinifdən də çıxmaq olmaz. Yəni, düşünün, o uşaqları biz sinifdə saxlayırıq, sinifdən də gətirib salırıq evə. Uşaq, yəni qışda ümumiyyətlə həyat görmür, yayda da ki, nə gördü. Yəni, biz bu tədqiqatlara inanmırıq. Tədqiqatlara inanmadığımız üçün də bu kimi problemlərlə yaşayırıq. Həqiqət özümüz də, mən düşünün, bir işdə bir beynin yorulur və yaxud nəsə olur, çıxırsan bir çöldə, yəni işin daxilində deyil. Çıxırsan çöldə bir hava alıb gəlirsən, nə qədər insanın zehni açılır. Bunu araşdırmalar uyğun olaraq da uşaqlarda tətbiq ediblər. Sonra şagird mərkəzli təhsil yanaşmasına biraz daha önəmin verilməsi, çünki tədris proqramlarımız şablon deyil də, biraz daha elastikliyə icazə verilməsi düşünürəm ki, çox yaxşı ola bilər. Təbii ki, bunun fəsadlarının qarşısının alınması üçün də ciddi şəkildə yenidən kadrların yetişdirilməsi çox önəmlidir. Tələblərin, yəni şagirdlərin yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək təlim metodları lazımdır. İstəyirəm, yəni günümüzdən STEM, bu təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat kimi hissələrinə çox ciddi şəkildə yatırımlar etməliyik, ağırlıqlar verməliyik. Düz deyək, biz ara-ara Təhsil Nazirliyinin səhifəsində, Təhsil TV-də görürük ki, STEM-lə bağlı bir seminar oldu, STEM-ilə bağlı bir məsələ oldu, bir yarışma oldu və s. Amma yenə də bu ölkənin ümumisinin əhatə etmir. Və bu əhatə etmədikcə sadəcə görüntü olaraq qalırkən, bunu da biz də elədik. Yəni, belə deyil. Daha, yəni, bilsiz necə, onu mənim övladım gəlib mənə deməlidir. Mən onda başa düşəcəm ki, mənim övladıma qədər gəlib bu yanaşmalar çatıb.
Bax, o qızım mənə gəldi ki, ata belə bir təhsil metodları var. Bununla bağlı məni laboratoriyalara apar, ora apar, bura apar, mənə də göstər. Bəlkə o gələcəyin ciddi bir alimi olacaq. Texnologiya və təhsilə inteqrasiyası məsələsi, məktəblərin texnologiya infrastrukturlarının gücləndirilməsi çox önəmlidir. Təəssüf ki, bizdə bu mövzuda, hətta biz o vaxtda şagird olanda bizim bir məktəbdə kompüter otağı var idi. Biz 7-ci sinifdə mi qurulmuşlar, nə idi? 11-ci sinifə qədər o otaq bağlı qaldı, yəni otaq açılmır. Sonra uzaqdan təhsil imkanlarının genişləndirilməsi, mən deyərdim ki, bu çox önəmlidir. Mənim qardaşım Fransada təhsil alır və onunla tez-tez danışanda deyirəm ki, bəs sizdə də belə hər gün dərsə gəlib getməklə bağlı nəsə deyirəm. Deyir, yox, yəni uzaqdan tədris imkanları sağlayır universitet və istəsən gəlməyib, daha sonra imtahanlarda iştirak edərək öz nəticələrini göstərə bilərsən. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm faydalı və maraqlı bir yanaşmalar ortaya qoya bildik, maraqlı mövzulara toxuna bildik. Kiminsə varsa sualı eşitməyə hazıram. Mən təşəkkür edirəm. Çox geniş danışdıq. Maraqla izlədim. Sadəcə mən bu məşhur bir film var idi. Rusça deyəcəm. İqrar Razumov film vardı. Riyaziyyatçı haqqında. Orada Russell Crowe çəkilib. Yəqin baxmısınız. Deyirsiniz. Beautiful Mind. Aha. Bəli. Çox maraqlı filmdir. Özü ssenari çox görkəmli. Bir də God Will Hunting var. Ben Affleck çəkilib baş rolda. Bir də Robbie Williams, orada psixoloq. Bilirsiniz, orada mən nəyi müşahidə elədim? Təhsil metodu baxımından. Deməli, praktiki əsaslarla, yəni ki, uşağa istedadına fürsət açır. Bizdə uşağa deyir ki, yox, bu dərsdən kənardır, sən dərsin qaydalarını pozursan. Yəni, o Sovetdən qalan təhsil metodu uşaqların o öz təxəyyülündə olan təhsil metoduna alternativ öyrənmə metodu var. Hababamda deyir, okul hər yerdir. Hər yerdə sən öyrənmə imkanın var. Bizdə o azadlığı vermirlər. Bax, mən sizə çox diqqətlə qulaq asdım. Müəyyən şeylərdə siz razılaşdınız, müəyyən şeylərdə razılaşmadınız. Normal bir şeydir. Siz mənim dediyimi yəqin ki, başa düşdünüz də, bunu bizə vermirlər o təhsili. Buyurun. Məhz budur. Yəni, Şanxay modeli tədqiqatçı şagird deməklə öz-özlüyündə bunların hamısını əhatə edir. Yəni, tədqiqata yönləndirəndə, yəni siz bilirsiniz, özün tədqiqatdan danışırsansa, məcbur araşdırmalısan. Araşdırırsansa sənin bir üstün bu araşdırmağa yönəlik gedir. Misal üçün, mənim övladım gəlib mənə desə ki, ay ata, mən dərsdə müəllim bizə hansısa mövzu üzrə araşdırma verir. Görün nə qədər ailəni bir-birinə əslində türklərin sözü olmaz, kənətləyən, bir-birinə bağlayan bir məsələ olar. Biz mən oturaram, qızımla, onsuz da otururuq, indi valideynlər yəni, bir çox da oturmağa çalışır. Hər hansı bir mövzuda biz onunla gələrik, internetdə araşdırma eləyərik, mən ona bildiyim araşdırmalardan danışaram. Yəni, uşaqdan indidən bir necə deyim, tədqiqat formalaşar, tədqiqata yönəliklik formalaşar. Bugün dünyanı idarə edən təhsil sistemləri və yaxud ölkələr hamısı tədqiqatı aparan ölkələrdir. Çünki insan zehnini, insanı tanımağa çalışan, dünya təhsilini tanımağa çalışan hər kəs bundan görsənir ki, yəni hər biri tədqiqatdır. Yəni Amerikanı bugün Amerika edən, Amerikanı hələ də təhsildə və yaxud lider kimi saxlayan hissə bütün tədqiqatların, deyərdim ki, 90% oradan aparılmasıdır. Bir də bir məsələndə deyim, çox üzr istəyirəm. Bax, bizdə cənab prezident çox uğurlu bir sərəncam verib, mən bunu dəstəkləyirəm. Prezidentimiz dedi ki, konstitusiya ili olsun, yəni ərazi bütövlüyümüz bərpa olundu. Bu möhtəşəm bir qələbədir və bunu mən hər bir qaziyə, hər bir şəhid ailəsinə, şəhidlərin özünə Allahdan rəhmət diləyirəm, onların qarşısında baş əyirəm. Amma mən bugün bəzi qazilər var, məsəl üçün, onlara hüquqdan, konstitusiyadan, məcəllələri öyrətmək lazımdır ki, onlar müəyyən hüquqlarını sivil formada, elə təhsilə yönəlik formada mübarizə aparsın ki, nəzakət qaydaları var da, subordinasiya. Bunlara əməl edərək hüquqlarını bərpa eləsin. Bax, bu istiqamətdə təhsil necə rol oynaya bilər o qazilərə? Hansı istiqamət verə bilər? Bax, mən onları bəzən görəm, intihar edirlər, ürəyim ağrıyır onları. Buyurun. Belə bağçadan başlayır. O problemlər hamısı oradan başlayır. Yəni, biz o qazilərimiz, yəni bizim baş taclarımız, şəhidlərimizə Allah rəhmət etsin. Yəni, biz ölkədə hər hansı bir fikrin ifadə olunması, insanların bir-birinə qarşı hörmətlə yanaşması, ümumiyyətlə, bu kimi şeylərin hər biri təhsillə olur. Yəni, biz bunu bağçadan 11-ci sinif və yaxud daha sonra universitetlərdə yəni, onları öyrətməliyik. Yəni, düşünün, biz bu yəni, deyək ki, indi bir qazinin orta hesabla 20-25 yaş var. 25 il öyrətmədiyimiz bir şey, siz deyirsiniz ki, gəlin bunu bugün öyrədək. Amma o, biz necə travmalı bir həyat yaşayır, problemlərlə yaşayır.
Mən mənim bir neçə sinif yoldaşlarım da şəhid olub, paralel oxuduğumuz dostlarımız idi və yaxud bir neçəsi var, yəni qazidirlər. Yəni onların bilirsiniz, düzdür mövzumuzla əlaqəli deyil, amma qısaca deyim, Ürəyimiz ağrıdı, mən o məsələni istədim toxunum. Çünki o mövzu bizim hər onların birimizin yaralı. problemlərdir, onların yaşadığı, onların həyatları alt-üst olub. Yəni ona görə bu saat onlara bunu demə, onu demə deməyə mənim ən azından özümdə elə bir haqq görə bilmirəm. Yəni çünki mən onların necə travmalı bir həyatı yaşadıqlarını gördüm. Yəni adamın həyatı alt-üst olub. Mən Yəni qısa bir fikrim də deyim, ondan digər icazə verim qonaqlar fikirlərini bildirsinlər, suallarını versinlər. Məsələn, film modelində dediniz, məsələn, Süleymanın bir kitabı var, Bəyaz Zanbaqlar Ölkəsi. O bütün Türkiyə Cümhuriyyətinin hərb məktəblərində öyrədildiyinə görə Mustafa Kemal Atatürk məhz elmə yönəlik, o dediyiniz təhqiqata yönəlik təhsil metodunu və ona görə Türkiyənin təhsili baxmayaraq ki, inkişaf elədi, amma yenə də o belə deyək, dünya universitetlərinə düşə bilmədi. Mən orada sizlə həmfikirəm. Yəni ki, geridə qalmış nüansları var. bu tövsiyə etmək, o kitabın mənasını başa düşmək və yaxud hər şey əla olacaq, bunu elə oxudun, yaxşı olacaq deyil. Bilirsiniz, bu fərqli-fərqli nümunələri var. Yəni müsəlmanlar nəsə o mövzulara girmir. Müsəlmanların Quran oxumaq məsələsi. Kim Quran oxuyur? Və yaxud kim ölkənin kitablarını oxuyur? Və yaxud Mən bilmirəm. başa düşür. Yəni bu kimi məsələlər var. Bilirsiniz, hər şeyin bir yəni kitabın var olmağı önəmli deyil. Yəni mən indi İdeal bir şey yox. Mən razıyam sizdən. İdeal bir şey yox. bilirsiniz bu kitabı mən oxuyuram, üzərinə düşünmürəm, üzünə araşdırmıram, elə oxuyub keçirəm. Oxuma bacarıqları budur, onu demək istəyirəm. Yəni Türkiyədə bu oxudulur, yəni demək olar ki, bütün müəllimlər onu oxuyub. Amma orada oxuduğunun tətbiq hissəsində, oxuduğunu anlama hissəsində, oxuduğunu necə deyim, ətrafına yaymaq hissəsində sıxıntılar var. Və Türkiyənin bu saat hal-hazırki problemləri çox ciddidir. Yəni bu arada mən yəqin ki, bir 4-5 saat sonra Türkiyəyə gedəcəm. Ona görə bazı suallarınız dinləyə bilərəm, Çox yoxdursa sağ olun. Mən fikirlərinizə qatılıram onu cavablandırıcıya görə. Çox buyurun. Çox sağ olun. Orxan müəllim, qısa bir sual vermək istəyirdim. Axşamınız xeyir. Buyurun. Mənim əsas problem olaraq da nəyi, yəni çox vurğulamaq istəyirəm. Bu tədqiqat işlərini həqiqətən də çox bəyənirəm. Müəllimlərin məsələn uşaqlar üçün verdiyi tədqiqat işlərini, amma nəticə olaraqdan daha çox internetə yönümlü olur, yəni tədqiqatlar. Yəni bu çox acınacaqlıdır. Yəni uşaq biz məsələn valideyn olaraqdan çalışdığımız qədər uşaqları telefondan uzaq tutmağa çalışırıq ki, uşaq daha fərqli bir şəkildə eləsin. Yəni çox istəyərdim ki, müəllimələrimiz daha çox hansı ədəbiyyatlardan istifadə edə bilərlər deyə bir tədqiqat vasitələrindən istifadə eləsinlər. Yəni kitablara daha çox versinlər, qəzetlərə versinlər. Çünki biz özümüz məsələn araşdırmalara hər zaman aparanda institutda nə edirdik? Gedirdik kitabxanalara, günlərlə orada araşdırmalar aparırdıq. Yəni əgər internet yönümlü gedirsə, əgər araşdırmalar, yəni mən əslində heç də tərəfdarı deyiləm. Wikipediyaları, yəni uşaqlara məcburən oradan, yəni şablonları sadəcə köçürtməklə nəticə əldə etmək. Daha çox düşünürəm ki, kitablarla bağlı, ədəbiyyatlarla bağlı hansı ədəbiyyatdan istifadə edib daha yaxşı nəticə əldə edilməsi üçün uşaqlara yön versinlər. Başa düşdüm sizi, haqlısınız bu mövzuda. Amma bir məsələ var ki, artıq yəni istər-istər də istəməsə də telefon hər kəsin əlində olur, yenə də istifadə olunur və s. Bununla bağlı bizim təhsil idarə olunması ilə yəni universitetdə oxuyanda müəllimin bizə ölkə təhsil sistemlərinə verirdi və araşdırıb gəlməyimizi istəyirdi və sunumlar, yəni təqdimatlar bəzən xoşa gəlməz hazırlanırdı. Mən müəllimlə danışanda ki, bəs bunu elə hazır götürülüb qoyulub da burada bunun nə mənası var? Deyir, ən azından Orxan, o onu yəni oradan belə olsa götürüb qoymağı və yaxud ən azından gəlib burada onu danışmağı İngiltərə təhsil sistemindən onun nəyisə yadında saxlamasına gətirib çıxardacaq. Və yaxud da ki, hər hansı bir mövzunu, deyək ki, uşaqlara siz nə bilim, təbiətin döngüsü ilə bağlı hər hansı bir araşdırma verilir. Uşaq ən azından o sirkulyasiyanı şəkil olaraq görəcək, 3-5 dənə söz öyrənəcək və s. Yəni, buna belə biz hazırıq da, yəni bu belə olsa olsun. Amma bunun üzərinə düşüb, valideynlə birlikdə çalışan, belə valideynlər də olacaq. Yəni, o birisi nəyə oxşur? Biz onda uşaqlara ev tapşırığı verməyək, çünki valideynlər həll edir. Yəni, valideynlər çox vaxt həll edir və yaxud biz əlavə vəsaitlər nəşr edən bir nəşriyyat olduğumuz üçün bizə bəlkə günlərlə, hər gün minlərlə sual gəlir ki, kitabın arxasındakı cavabı bizə göndərə bilərsiniz. Biz də deyirik, yox da, müəllim cırıbsa göndərəməli. Çünki elə kopyalasın, versin. Yəni, bu kimi hallar yaşanacaq. Amma yenə də bu bizi tədqiqatdan
əskiyə qoymamalıdır. Axşamınız xeyir olsun Orxan müəllim, digər müəllimləri salamlayıram. Biraz əvvəl müəllimənin dediyinə biraz olaraq fikrimi bildirmək istəyərdim. Əslində bəli, tədqiqatlar biz müəllim olaraq veririk. Məsələn, mən sinif şagirdi, ibtidai sinif müəlliməsi olaraq hər zaman tədqiqatlara çox önəm verirəm və xüsusilə Azərbaycan dilindən də, riyaziyyatdan, həmçinin həyat bilgisindən və hər zaman bu internetə yönəlik olmur. Müəyyən tapşırıqlar olur ki, məsələn, həyat bilgisidir, hansısa bir toxumun cücərdilməsidir, yetişdirilməsidir. Bununla bağlı tədqiqatlarımız da olur, yəni dərsliklərimizdə bunlarla da qarşılaşırıq. Bu da çox sevindirici haldır və uşaqlar onu böyük həvəslə, böyük sevinclə yerinə yetirirlər. Və digər mövzuya da toxunmaq istəyərdim ki, yəni internetdən uşaq lap araşdırmış olsa da belə, yəni internet deyəndə, yəni bu bir növ uşaqlara göstərmiş oluruq ki, yəni internetdən biri var uşaqlar oyun kimi istifadə etsin. Bir də var uşaqlar o internetdən elə bil ki, lazımi, vacib məlumatlar əldə etsin. Bu elə bil ki, onları bir növdə düşündürür ki, deməli bizdə internet, yəni telefon deyək, kompüter deyək, biz bundan elmi məlumatlar almalıyıq. Tək biz oyun oynamalı deyilik. Yəni bu sanki uşaqları biraz da ayıltmış olur və eyni zamanda məsələn elə tapşırıqlar da olur ki, ailə ilə əlaqəli və yaxud uşaqların özünə əlaqəli. Biz bilirik ki, bəli, onu uşaq sərbəst şəkildə yerinə yetirə bilməyəcək. Ancaq məsələn biraz əvvəl elə vermişdim, valideyn müraciət elədi. Müəllimə, olarmı bu mövzuda mən bu uşağın məsələn şəklini mən çəkim? Dedim, əlbəttə ki, olar. Yəni siz çəkin, uşaq rəngləsin. Yəni bu uşaqda elə bil ki, ailə ilə, valideynlərlə birlikdə işləmək, ailə münasibətlər deyək, bir əməkdaşlıq, bunların özü çox önəmlidir və sizin o dediklərinizdə, yəni buna, yəni dediniz, yəni təhsil sisteminin inkişafında bu tədqiqatlar çox önəmlidir. Yəni indiki dövrdə sevindirici haldır ki, bu tədqiqatlar bizim dərsliklərimizdə qarşımıza çıxır və biz müəllimlərin öhdəsinə düşən odur ki, o dərsliklərdə olan tapşırıqlardır, araşdırmadır, tədqiqat aparın. Biz onların üstündən keçməməliyik. Mütləq şəkildə onları şagirdlərə işlədib, önəmli bir tapşırıq kimi onlara verməliyik ki, onu işləsinlər. Yəni əsas mətni oxuyaq, mətndən bir tapşırıqları yerinə yetirir. O tədqiqatlardır. Hər bir mətndə mütləq şəkildə tədqiqatdır, araşdırmadır, mütləq olur. Yəni onun müəllimlərdən istəyərdim, tələb edərdim və xahiş edərdim ki, onun üstündən mütləq dursunlar. O tədqiqatlar çox önəmlidir. Yəni bu var bizim təhsil sistemimizdə sevindirici haldır ki, əvvəlkinə baxanda bu var və daha da inanıram ki, getdikcə inkişaf edəcəkdir. İnşallah müəllimə, fikirlərinizə qatılıram. Başqa sualı olan yoxdursa, hər birinizə təşəkkür Axşamınız xeyir müəllim. Mən də üzr istəyirəm. Bayaqki müəlliməni alqışlayıram. Çox qəşəng dedi. Bax, biz özümüz kursda çalışırıq, yəni kurs hazırlıq müəlliməsiyik. Bax, tədqiqatları verirsiniz. Çox qəşəng. Bunu qəşəng bir cümlə işlətdiniz. Dediniz ki, evdə övladınız yaxınlaşır, ailəlikcə hər kəs bərabər öyrənir. Bu bir gözəl cümlədir, amma reallıq deyil. Hal-hazırda 90% ailələrə girsək, valideynlərin seriallara, uşağın hərəsinin əlində bir tablet, telefon, hərə öz əyləncəsində. İnanın ki, onu çox adam eləmir və söz nədir? Gedərsən hazırlıqda yazdırarlar. Hazırlıq müəlliməsi ev tapşırığını yazdırsın, riyaziyyatı var, Azərbaycan dili var, qaydaları başa salmalıdır. Üstəgəl tədqiqat Google-dan yalandan yazır. Uşaq köçürtdü, gedir məktəbə. İnanın, məktəbdə onu müəllimlər soruşmurlar da. Bax, burada paralel zəncirvari getməlidir. Valideynə məsuliyyət daşımalıdır. Şagirdə də bir həvəs yaranmaz ki, sabah müəllimə məndən bunu soruşacaq. Axı məktəbdə soruşulmur bu. Yəni, mövzu Haklısın. gözəldir. Amma ki, burada motivasiya olmalıdır. Yəni, müəllim də bunu məktəbdə tələb eləməlidir. Valideyn də o məsuliyyəti bilməlidir. Hazırlığın üstünə atmalı deyil. Çünki hazırlıq vurtut 2 saat müddətində müəllim nə qədər çatdıra bilər ki, həm ev tapşırıqları, Azərbaycan dili, riyaziyyat, üstəgəl təqdimat və bunu geniş şəkildə. Yəni, bütün bunları elə təbliğ eləməliyik ki, sinif rəhbərləri, yəni uşaqların məktəbdə müəllimlərində o tələb eləsin. Özdəki hazırlıqdan yox, valideynlərdən tələb eləsin. Haqlısınız, bu mövzuda mən sizə qatılıram, amma bu o demək deyil də biz bunu etməməliyik. Yəni əlimizdən gəldiyi qədər edəcəyik, 5 nəfər. Bilirsiniz, belə bir mədəniyyət formalaşmadığı üçün, yəni bu olacaq, bu kimi problemlər olacaq, bu problemlərlə də yaşamalıyıq. Amma bu problemləri də aradan qaldırmaq üçün başlamaq lazımdır. Başladığımız təqdirdə bunları edə bilərik. Amma yəni bu o demək deyil də biz elə olmayacaq,
bunu da bu şəkildə saxlayaq. Mən belə düşünmürəm. Əlbəttə ki, Baş, olacaq. Sizlə haqlıyam. Bərabər hər kəs başlasa, davamlı gəlsə olacaq. Əlbəttə ki, işi başlamaq zaten yarıya gəlmək deməkdir. doğrudur. Baş, başqa var mı E, sual? Orxan müəllim, mən bir də bir fikir bildirmək istəyirəm, əgər icazəniz olarsa. Biraz əvvəl müəllimlərə elə bil motivasiyadır, müəllimlərin, Azərbaycanda olan müəllimlərin vəziyyəti ilə bağlı danışıldı. Bir növ, yəni o mövzuda bir fikrimi bildirmək istəyərdim. Elə bil, məsələn, mən özüm əvvəl başqa bir məktəbdə işləyirdim. Yəni orada məktəbdə biraz yəni miqlə qəbul olmuş bir müəllimə, yəni hər bir şey yerində, sadəcə olaraq hər zaman çox çalışsam da, nə qədər işləsəm də, yəni bir motivasiya ala bilmirdim. Yəni istər rəhbərlik tərəfindən nəsə, yəni biraz bu tərəfdən bir müəllimlərin hər zaman problemi olur. Lakin mən indi belə Bakı məktəbinin birinə yer dəyişmə eləmişəm və burada özümə fikirləşirəm, eyni müəlliməyəm, çalışıram yenə. Amma yəni burada yəni mən daha çox motivasiya, nəyə görə motivasiya oluram? Çünki burada əmək qiymətləndirilir. Məsələn, mənim şagirdlərim monitorinqlər üzrə hər zaman bununla bir neçə dəfə yüksək nəticə göstərib. Bununla bağlı rəhbərlik tərəfindən qiymətləndirilir, təltifnamələrlə, sinifin rəhbərlik tərəfindən təltifnamələrlə, sertifikatlarla. Bu, yəni motivasiya eləyir müəllimlərə. Yəni bir növ müəllimlərin tək maddi baxımdan dəstək yox, məsələn, maaş azı. Bir növ elə bil bu motivasiyalar da lazımdır ki, müəllimlərin o əməyi, zəhməti tək maddi baxımdan deyil. Yəni bir xoş sözlərlə və yaxud bir təltifnamələrlə, bir çox çalışmağınla, yəni bu seçilməlidir. Bu, yəni müsbət bir haldır. Bu yöndə məktəb rəhbərliklərinə, məsələn, seminarlardır, təlimlər keçirilsə, yəni çox sevindirici bir hal olardı. Yəni hər zaman necə ki, müəllimlərə keçirlər hər bir sahədə, eyni zamanda rəhbərliklərə də çox keçirilməlidir ki, bu müəllimlərə bir növ necə ki, biz təlimlərə qoşuluruq, seminarlara qoşuluruq ki, şagirdlərə necə motivasiya verməliyik və müəllimlərin özlərini də bu şəkildə məktəb rəhbərliyi tərəfindən motivasiya olunsa, belə bir rəhbərliklərə seminarlar təşkil olunsa çox sevindirici bir hal olardı. Siz çox haqlı bir məsələyə toxundunuz. Bizim universitetdə ilk, yəni bu təhsil idarə olmasa magistr pilləsində ilk dərsimizdə müəllim bu cümlə ilə söz açdı. Bu sözü deyən də Türkiyənin əvvəlki illərdə Milli Eğitim Bakanlığının Təhsil Nazirliyinin bakanın müşaviri olub. Hocanın sözü bir söz var, deyir, yöneticilər eğitilmədən eğitim yönetiləməz. Buradakı, yəni demək istəyir, yəni idarəçilər təhsil almadan, yəni onlara təhsillə bağlı təhsil verilmədən təhsil idarə olunmaz. Bəli. Deyim, yəni yöneticilər eğitilmədən eğitim yönetiləməz. Çox önəmli bir sözdür. Yəni bilirsiniz, yəni mən bayaq dediyim məsələdir. Yəni bu koordinasiyalı işləməyin içində bu da var. Yəni təhsil idarəsi, məktəb idarəçiləri və müəllim. Yəni bunlar üçü bir şəkildə koordinasiyalı işləsələr, əslində bu kimi problemləri heç danışmamış olarıq. Ümid edirik bir gün bunların hər biri olacaq. Əziz və dəyərli müəllimlər, dəyərli dostlar, varmı başqa sualınız, yoxsa mən ayrılacağam? Orxan bəy, salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Mən düşünürəm ki, burada əlbəttə ki, bizim hal-hazırda yaşadığımız dövr süni intellekt dövrüdür, texnologiya dövrüdür. Burada uşaqların əlindən, məsələn, uşaqlarda daha çox kitabda yönəltmək də lazımdır, əlbəttə ki. Amma burada belə bir nüans da var ki, uşaqlarda telefonu daha effektiv şəkildə idarə eləməyi də öyrətmək lazımdır. Çünki, məsələn, biz onu böyük kimi başa düşürük ki, kitabdan istifadə daha effektivdir. Amma uşaq onu başa düşmür. Məsələn, uşaq gedir böyründəki yoldaşına baxır, görür ki, böyründəki yoldaşı oyun oynayır və onunla əylənir. Uşaq onu mənalandıra bilmir və gəlib evə valideynlə nə deyir? Mən də telefon istəyirəm. Valideynlə telefonu vermir. Burada elə bir valideyn uşağa elə şəkildə öyrətməlidir ki, telefonu həm əylənsin, həm öyrənsin. Onda uşaq həm telefondan əylənəcək, həm də öyrənəcək. Haqlısınız. Bununla bağlı bir öncəki seminarda biz geniş danışmışdıq. Yəni biz istəsəydik, istəməsəydik telefon uşaqların əlindədir, amma və bundan sonra da bu belə olacaq. Hətta daha da çox olma ehtimalı var. Bunu ən yaxın biz uşaqlara texnologiyanın istifadə bacarıqlarını öyrətdiyimizdə, onları misal üçün belə deyim də, mənim qızım da hərdən yəni YouTube vasitəsilə nələrsə izləyir. Mən hər dəfə onu belə yönləndirirəm ki, Azərbaycanda indi çox da bu mövzuda materiallar olmasa da Türk dilində və yaxud rus dilində yönləndiririk ki,
sənədli filmlərə baxsınlar. Uşaqlar üçün hazırlanmış sənədli filmlər var. Onlara baxsınlar. Və yaxud da ki, hər hansı bir deyirəm, oyun maraqlıdırsa sənə, gəl sənə, nə bilim, zehni oyunlar var da, telefonlarda. Onları verim, onlarla oyna. Yəni, bu yöndə yönləndirsə, uşağın bir istəyi var. Çünki biz özümüz də uşaq olanda, bizim dövrümüzdə PlayStation idi, Sega idi, Dendy, mənbəsə belə bir şeylər deyildi. Bəli. Adam var idi, yəni hamımız oynamaq istəyirik, bəlli bir vaxtımızı onunla keçirmək istəyirik. Bu yöndə yönləndirmək lazımdır və mütləqdir. Yəni, nə qədər biz bundan qaçsaq da, bu dəyişməyəcək. Yəni, bu reallıqdır və bu reallığın üzərinə biz nələrisə formalaşdırmalı. Çünki, baxın, keçən əvvəl Azərbaycan bir təhsil mütəxəssislərindən biri deyir ki, Amerikada artıq şagirdlərə kalkulyatordan istifadəyə icazə verirlər. Düzdür, biraz tartışmalı bir, yəni mübahisəli mövzu olsa da, yəni amma belə düşünülür ki, uşaq onsuz da bunu birazdan süni intellektlə və yaxud nə ilənsə hesablaya biləcək. Daha üstünü fikirləşə bilsin və burada vaxtını itirməsin. Bizdə mat 1, mat 2 dərslərində bizim, çünki suallar çox böyük dərslər olurdu və orada statistika dərsində biz kalkulyatordan istifadə qaydasına uyğun bir dənə dərs keçmişdik. Yəni, müəllim bizə dərs keçmişdi və imtahanlarımızda və s. o kalkulyatorla hesablayırdıq. Çünki çox böyük rəqəmlər idi və onu belə əllə hesablamaq mümkün deyildi. Və yaxud təhsilin idarə olunmasında bizim nüfusun, əhalinin planlaması ilə bağlı əhali artışının və əhali artışına uyğun olaraq da təhsil müəssisələrinin açılması ilə bağlı bir formullar var idi. Arxada hətta bəlkə görə bilərsiniz, təhsil eğitim planlaması dərsində yenə də biz kalkulyatordan istifadə edirik və dərsin ilk hissəsində kalkulyatordan o hissəni necə istifadə edəcəyinizlə bağlı məlumatlar verilir. Çünki çox belə küsuratlı rəqəmlər var, yəni belə davam edən rəqəmlər var, dövrü rəqəmlər var. Onlardan ancaq sən kalkulyator vasitəsilə istifadə edə bilərsən. Yəni, çünki sən oturub hesablamağa başlasan, sənin həyatından nə qədər vaxt gedəcək. Bir Newtonun gözəl bir sözü var, deyir, məndən öncəki divlərin çiyninə çıxmasaydım, bu səviyyəyə çatmazdım. Mən düşünürəm ki, elə uşaqlarımızı da o divlər, yəni bu texnologiyadır. O texnologiyanın çiyninə çıxartsaq övladlarımızı, onlar gələcəkdə yaxşı nəticələr əldə edə bilərlər. Yəni, o div bugün texnologiyadır. Çünki o div bugün süni intellektdir. Yəni, biz hər hansı bir araşdırmanı aparanda, araşdırma ilə bağlı birinci Google-da yazırıq, tədqiqatı tapırıq, elektron PDF və s. götürüb oradan oxuyuruq. Amma bir də var ki, indi biz deyək ki, yox, biz telefon, kompüteri işlətmirik, gedək, nə bilim, hansısa kitabxananı tapaq, oradan vərəqləyək, nə qədər vaxtımız yetsin, o tədqiqatda heç tapa bilməyik. Amma indi əgər həyat bu qədər rahatdırsa, yazırsan, misal üçün, indi bununla bağlı süni intellektin bəzi proqramları da var. Sırf sənə onunla bağlı tədqiqatları verirsən, o tədqiqatları alıb oxuyursan. Yəni, dünyadakı tədqiqatları, yerli tədqiqatları, Türkiyədəki tədqiqatları alırsan, tez-tez sürətli oxuyursan. Bu sənin işini gör nə qədər asanlaşdırır. Amma sən bir də başlamalısan ki, mən, nə bilim, Sinqapur təhsil sistemində müəllimin yetişdirilməsi ilə bağlı bir iş aparacam. Gedib, yəni, sən çıxıb yolunu Sinqapurda onu axtarmalısan, bu da mümkün deyil. Təşəkkür edirəm. Dəyərli dostlar, üzürlü say mən ayrılacağım. İnşallah başqa suallarınız olsa bir sonraki seminarlarda verərsiniz. Dediyim kimi, mən təxminən bir 4 saat sonra İstanbula dissertasiya ilə bağlı müəllimlərlə görüşüm var. Bir günlük gediş-dönüşüm var. Onunla bağlı biraz ara verib sonra hazırlaşacağım. Hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün. Ümid edirəm faydalı bir görüş oldu. Təşəkkürlər. Sağ olun. Sağ olun. Təşəkkürlər Gözəl edirik. sayırım. Gecəniz xeyrə qalsın. Təşəkkürlər, sağ olun.